bildiğim kadar siz Zaqatalada ilk təhsilinizi almışsınız Murad müəllimdən. Murad müəllimdən biraz bahsedebilir misiniz? Eee, Allah şeyxə şəfa versin. Uzun sürədir müxtəlif xəstəliklərlə mücadilə eləyir. Allahdan diləyirəm gözəl adlarıyla, uca sifətlərilə şeyxə şəfa versin, afiyətinə qovuşdursun. Murad müəllim təbii ki, mənim həyatda tanıdığım real, ən dürüst insanlardan biridir. Sözü ilə əməli uzlaşan insanlardan biridir. Mövqeyi hər zaman orta olduğunu görmüşəm. Kişi kimi kişi, vətənpərvər, öz ölkəsinə bağlı, öz dilinə bağlı, öz mədəniyyətinə, dininə bağlı bir insan görmüşəm. Mən onun elmindən, məsləhətlərindən istifadə etmədən öncə onun xarakterindən etkilənmişəm, təsirlənmişəm, dürüstlüyündən təsirlənmişəm. Hətta şeyx mən onu tərifləməm heç bir zaman istəmir. Bəlkə də bunu ilk dəfə danışıram uzun illərin içində istəmədiyi üçün. Bir misal deyim. Bir dəfə Zaqatalada Murad müəllimgildə yatıram. Murad müəllim mənə dedi ki, fəcrə getdikdə, fəcr namazına getdikdə məni də oyat. İndi fəcrə durmuşam. Mən çıxdım, dəstəməzi aldım, qış aydı, qış aylarıdır. Evdən çıxdım, pəncərə tərəfə gəldim və Murad müəllimi 2-3 dəfə çağırdım. Maksimum 5 dəfə çağırdım və sonra mən məscidə yola düşdüm, Tala məscidinə. O möhtəşəm, o böyük məscidə yola düşdüm. Murad müəllim mənə dedi ki, Murad müəllim də durdu, gəldi, yəni daha sonra. Mən biraz dediyim kimi əzandan tez getdim məscidə. Murad müəllim mənə dedi ki, niyə çağırmadın məni? Niyə oyatmadın məni? Mən də dedim ki, şeyx, mən səni 5 dəqiqə çağırdım da, 5 dəqiqə çağırdım. Bu dilimizdə olan mübaliğə kəlmələr var ya, məsələn, 5 dəqiqədir mən səni gözləyirəm, 10 saat da oturmuşam burada. Bu həqiqi mənada deyil. Yəni bu abartılı şəkildə biz bu şeyləri ifadə edirik. Birdən şeyx mənə dedi ki, yaxın gəl dedi. Dedi, sən and içə bilərsən ki, mən 5 dəqiqə çağırmısan. Mən belə şoka düşdüm, həyəcanlanmağa başladım. Dedi, sən and içə bilərsən ki, məni 5 dəqiqə müddətində çağırmısan. Detaylar yəni. Mən də belə qaldım ki, yox da, mən o mənada demədim. Dedi ki, danışığına diqqət elə. Sən əgər elm tələbəsi olacaqsansa, insanlar önündə sabah bürsü gün dini məsələlər, dünyavi məsələlər, elmi məsələlər danışacaqsansa, özünü bunun üçün hazırlayırsansa, hər kəlmənə diqqət